Şimal Maşın Bazarından herkese salamlayıram sizləri. Bugün Martın 29'u 2025-ci il Şənbə günü Şimal Maşın Bazarında maşınlarımız var, sattığa çıxıb. Hər növ, hər cür maşınımız var. Gördüğünüz gibi. İndi herkes hər bir maşını sizə, maşınlara və qiymətlərini sizə göstərəcəm. Görəcəksiniz. Bir Volkswagen'imiz var burada. Tələbat çoxdur. Dayı il neçədir, qiymət necə? İl 2003. 2003. 3-2 motor. 3-2 motor. Maşın əla vəziyyətdə, heç bir xərc tələb eləmir. Qiymət son. Qiymət də ki 10.500 deyirəm. 15'te değildir. İndirim olacaq real alıcı olsa. olacaq. 10.500'te değildir. Real alıcı olsa indirim edilecektir. Size maşının salonunu göstereyim. Bütün funksiyalara işləkdir. Sideni qızdırıcılara kimi. Bir de böyle göstereyim. Motor, 96. 2 motor, benzin. 2 motor benzin. Qiymət 9800 manat. 9800 manat. Salonu da size böyle göstereyim. Önden de böyle görünüşünü göstereyim. Yerinden qiymətini deyərdi zəhmət olmasa. 5-7-2005. 5-7-2005-ci il. Qapılar açıqdır mı? 5700 manat. İl 2005-ci il. Salonu da sizə belə göstərim. Səliqəli, təmiz salonu. Gördüyünüz kimi. Arkasında arka oturacakları da size göstereyim. Bu da Şimal Maşın Bazarıdır. Maşınlarımız da gelmeye devam ediyor. Böyle bir noyettimiz de satışa çıxıb bu ara. İllə qiymətini deyərdiniz. 2003 zavod maşını. 2003. 5500. 5500. Real alıcı olsa indirim olacak mı? Cüzi. Real alıcı olsa sahibi tarafından cüzi indirim olacak. Salonu da size göstereyim. Salonda belə bir. Arkadan da böyle. Arkadan da görünüşünü size göstereyim. Sizin değil maşın. Göstermiyorlar ki. Böyle bir Nexia'mız da var. İli və qiymətini deyərdiniz zəhmət olmuş. 2011. 2011. Qiymət 5500. 5500. 5500 manat.
maşın bazarı. Belə bir 06'mızda satışlar var. Maşın hakkında deyər 90'cı il. Motor konuluyor, kalkülatör, nos əla vəziyyətdə. Aha. Sen iştesən, Qiymətli deyirsiniz amma. sen bize giderdin be. 4 milyon. Qiymət 4000 manat. Ağ rəngdə 06. Salon da sizə belə göstərəcəm. Bu günə bir Mercedes 4 gözümüz var. Sahibi qiymətin ilin deyirsiniz. Biri 2000'de 2.4 motorlu. 2000-ci il motor 2.4. 2.4. Qiymət 14 yarına deyirəm. 14500. Nəqd alıcıyla razılaşma var. Real alıcıyla razılaşmaq olar deyir sahibi. Her şeyde xodovoydu, işlemeyen bir şey yok. Hər şey qaydasındadır. Tekerler, diski, hamısı tertemiz. Salonu da sizə belə göstərim. Səliqəli bir salonu var. Kondisyoneri hamısı işlək vəziyyətdədir. Lükuna kimi var. Barabanlarına kimi çözülmüş. Arxa oturacaqlar da bu cümlə. Bagajını da çəkə bilərsən. Zapaskasını çəkə bilərsən. İdeal Mercedes axtarılır. Yəni kim alsa rahat əlin qoyub bulanından sürəcək. Yəni öz maşınıdır, şəxsi maşınıdır. Allah alana da, satana da xeyir versin. Nəqd alıcıyla razılaşma olacaq, yəni yaxşı razılaşma olacaq. Real alıcıyla razılaşma olacaq deyir sahibi. Sizə belə də göstərim Mercedesi. Mercedes hoş geldin. Belə bir qara Mercedesimiz də bazara gəlib. Tünd qara rəngdə. Sahibindən sizin üçün qiymətini və maşının ilini soruşacağım. İllə qiymətini deyirsiniz? İli 99 qiyməti 99-cu il qiymət 10 yarım. 10.500-ə 200 2-3 motor. motor. Sizə salonda göstərəcəm. Lükuna kimi var. Salondaki bu cümle bir salon. $10.500. Gördüğünüz kimi. ...88-ci ilin 16'sını sizə göstərirəm. Sahibindən sizin üçün qiymətinin ilini soruşacağım. Real alıcı olsa sahibi tərəfindən endirim olunacaq. Bu da sizə salonu göstərirəm. Hər bir şeyi qaydasındadır. Gördüğünüz kimi. Bir de size bu cümle böyle göstereyim. Önden görünüşü. Bu cümle bir ağmayetimizde bazara gelip ili ve kıymetin 2000-ci ildə 4200. 2000-ci il 4200 4200. 4200'e deyilir. Real alıcı olsa endirim olunacaq. Razılaşma olacaq. Size salonu da göstereyim bu cümle. Arka oturacaklar.
Gördüğünüz kimi ağ 07. Qara Priora. Zil qara. Sahibindən ilin və qiymətini soruşacağıq. İlin və qiymətini deyərdiniz. 2013. 2013. Ha, qiyməti 9000. 9000 manat. Salonda göstərim. Kondisioneri sideni qızılacaq, hər bir şey işləyir. İçərisində monitorda kimi hər bir şey var. Arka oturacaqları da sizə göstərim. Gördüğünüz kimi. Bir de kenardan görünüşünü size göstereyim. Böylece bir görünüşü var. Sonra bu cürnədə bir Oz neydə 16'mız var satışda. 85. il. Qiymət 2300 manat. 2300 manat. Salonu da sizə belə göstərirəm. Bir daha sizə vurğulayıram ki, bura Şimal Maşın bazarıdır. Şimal Maşın bazarı. Keçək diğer maşınlara. Bu gündə də bizim belə bir Opel'imiz var. Gördüğünüz kimi indi sahibindən qiymətindən ilini soruşacağıq. Maşın haqqında deyərdiniz. 1995 dili 95-ci il. 1.6 ekotegi motorlu mexanika. Aha. Qiymət 4.5 deyirəm, endirim də olacaq. 4500 deyilir. Sahib tərəfindən endirim olunacaqdır. Şimdi maşını size içerisinde göstereceğim. Bu ise maşının salonu. Bu da maşının arka oturacakları. Səliqəli bir maşında gördüğünüz gibi. Bir de böyle arkadan görünüşünü size göstereyim. Altının göğüneyde bir 06'mız var. Gördüğünüz gibi. 2800 manata deyilir. Sahibi tərəfindən endirim də olunacaqdır. Size salonda belə göstərim. Gördüğünüz gibi. Bir de arkadan görünüşünü size göstereceğim. Böyle bir 99'da satışa çıkıyor. Gördüğünüz gibi. Qiymətin ilin deyərdiniz mi? 95. il 3500. Salonda bu cür bir salon var. Arkada kolonkalar yerleştirme yerler de var. Bir de arkadan görünüşünü size göstereyim. Göy 07 size göstereceğim. Gəncə seriyasını. Böyle bir gösterim görünüşünü. Sonra sahibinden ilinden qiyməti maraqlanacaq. Arka oturacaqları səliqəli. İlin qiymətini deyərdiniz mi? 2007 5700 son qiyməti. 2007-ci il 5700 son qiymət. Gördüğünüz gibi. Belə bir metalik boz renkdə var. Asaka qiymətinə 22.000 deyirəm. 22.000 deyilir. 20.000 son qiymət. 21.000 son qiymət. 20.000. 20.000 son qiymət. İli neçə idi? 2004. 2004.
Maşının nə problemi var, nə problemi yox. Hiç problem. Heç bir problem yox. Salonu sizə göstərim. Prodo sevənlərə. Gördüğünüz kimi. Size arkadan dönüşünü göstereyim. Gördüğünüz gibi. Bir Nolan birimiz de var, satışa çıxıb. 81-ci il üzərində yazılıb. Qiyməti nədir bunun? İli nədir, qiyməti nədir? İli 81. Export koza. Qiymət də 2400. 2400. 2400. Silli motor. Eşitdiyiniz kimi. Bir də belə görünüşünü belə göstərim. Nolan bir istəyənlərə, ucuz maşın istəyənlərə. Bu arada YouTube kanalımızı izlemeyi unutmayın. Devamlı YouTube kanalında videolar gelecek. Ve keçirik diğer maşınlarımıza. Orijinalde Nolan. İli kıymetini deyərdin. İli 98'de 98. 4500. 98. 4500 değil sahibi tarafından. Gördüğünüz gibi. Bir F10'da var satışda. Kıymeti 28 bin. 28 bin manat. Şimdi size salonu da size göstereceğim. Buradan görsem mesela. Gördüğünüz gibi. ...2007 ilin belə ağ molduru da var. Gördüğünüz kimi. Qiyməti də üzərində yazılıb. 5800 manat. Şimal maşın bazarı. 2002 ilin 07'sini görürsünüz. 3800 manata. 3800 manat. YouTube kanalımızı izlemeyi unutmayın ki her 6. gün böyük bazar olacak. Burada gördüğünüz gibi. Sizin için çekilip paylaşacağım. Gördüğünüz gibi burada her maşında var. Tıra kimi, gazelleri kimi var. Geçecek o bir maşınlara. Bir Nolan da var. Biraz kosmetik işine lazımdır biraz. Denklənməsi. Qiyməti son olaraq 2700 yazılıb üzərində. 2700. Onu belə sizə göstərirəm. Ucuz maşın axtaranlar üçün çəkirəm bunları. Belə bir metalik rəngdə Opel Astra var. Gördüğünüz kimi qiymət 7800'ə yazılıb üzərində. Dizel 1.7 motor. Gördüğünüz kimi. Bunu da salon çəkimi sizə göstərim. Qapıları kilitli, amma ki belə yüzdən sizə belə göstərəcəm. Mercedes 190.
Qiymət 3000 manat. Ucuz Mercedes axtaranlar üçün 3000 manat. Bir Nissan Qashqai'miz var. Xanım maşını olub deyilənə görə qiymət 15000 manat. Krediti de var, razılaşma yolda var. Nissan Qashqai 2011-ci il. Salonu da sizə belə göstərirəm. Ford Transitimiz de var. 17.000'den değilir. 17.000 manat. İçerisini size göstereceğim. Sonra önden de görüşünüzü size göstereceğim. Önden görünüşü. Ve keçimi size yük yerini de göstereyim. Bu da belə yük yeri. Gördüğünüz kimi 17.000 manat. Əziz izləyicilər, videonu sonlandırıram. Gördüğünüz kimi kanalımızı izlemeyi unutmayın. Şura çok maraqlıdır. Maşınları almaq istəyən, satmaq istəyənlər hər kəs buyurub gələ bilər Şimal Maşın Bazarına. Gördüğünüz kimi. Kanalımızı izlemeyi unutmayın. Sağ olun, salamat qalın.